Hörmətli və əziz izləyicilər, növbəti maşınımız Ford Fusion 2015-ci il 1.5 motordur. Avtomobilin yiyəsi yaxınlaşıqlı maşında 5000 kilometrdə 1 litrə yarım yağ azalması olubdur. Yağ dəyişmə birkasına baxdıq, yağın demək düzgün, yağdan istifadə olunmadığı üçün mühərrik 1 litrə yarım 5000'də azalma verir. Biz bu yağı, bu avtomobilin yağını Emsolin XL seriyasından inşallah dəyişirik. 7000 kilometraj verəcək müştərimizə. Bismillah. Sonra mühərrikimizi yuyup təmizləyib müştərimizə təhvil edirik. Yağ seçim edəndə düzgün seçim etmək lazımdır ki, sonra problemlərlə üzləşməyəsiniz. O çəkilişləri eləyib göstəririk. Mühərrikin içində naqarlanma əmələ gəlir, çəfkir tez olur, mühərrikin ömrü azalır. Ona görə həmişə seçim edəndə düzgün yağlardan seçim etmək lazımdır. Evet. Avtomobilin mühərrikini təmizlədik. İndi inşallah avtomobilin jitkisini yoxlayacağıq. Zəhmət olmasa yenə bu yüzdən çəkərsiniz. Usta, nətərdir jitkisinin keyfiyyəti? Yaxşıdır. Jitkisinin keyfiyyəti yaxşıdır, heç bir dəyişməyə ehtiyac yoxdur. İndi inşallah antifrizi də yoxlayacağıq. Xeyirli olsun əziz müştəri. Toylara sürəsiniz. Çox sağ olun.